Salam aleyküm. İlk növbədə hamını salamlayıram. Kısaca bir məlumat vermək istəyirəm. Bu rəng Azərbaycanda biraz problemlər yaradıb bu rənglər. Necə problemlər yaradıb? Cəmaət yəni çaşdırır rəngləri. Bu rəngdə nə gördülər? Xarkovdur, nədir, Markovdur. Belə bir yəni ki ad qoyurlar, ad deyirlər. Deməli, birinci şəkildə Playmut Barretdir. Yəni Azərbaycan dilində Playmut zolaqlı rəngidir. Amerika mənşəli cinsdir. Qısa bir məlumat verirəm. Amerika mənşəli cinsdir. Deməli, həm ətlik, həm yumurtalıq cinsdir. İllik yumurta verimi 190 ədəddir. Xoruzları 3 kilo 704 kilo yuxarıda ola bilir inşallah. Yəni baxımdan çox şəxsidir. Toyuqları isə 3 kilo yarım çəki yığır. Bu da toyuğudur. İkinci şəkildə toyuğunun yəni ki şəklidir. Naxışları görürsünüz də fərqlidir. İkinci Amrox'dur. 4 il bundan qabaq yəni saxlamışam Amrox'udur. Amrox da Amerika mənşəli cinsdir. Yumurtalıq ətlidir o da. İl ərzində 210, sərf eləməmsə 220 yumurta verimi var. Yəni ki Playmutla Amrox'un naxışlarını gördünüz də, yəni fərqlərini. Bir də var, bu da Amrox'dur. Yəni həyitimdə çəkilmiş şəkildir. Və bu Xarkov dedikləri cins deyirlər də indi. Özü saf cins, təmiz qan. Ümumiyyətlə Xarkov deyilən bir şey yoxdur. Yəni təkrarçılıq olmasın. Hər dəfə biz bunu deyirik, qeyd edirik. Özü kimdən ki soruşuruq, mənşəyi haradır? Deyirlər Ukraynadır. Super Xarkov var, Super Xarkov. O da ki Macaristana aid də, yəni ölkə olaraq. Onun da öz standartları var. Yəni Xarkov, zat belə bir şey yoxdur. Bu satış eləyirlər. Allah canlarını sağ eləsin, Allah bazarlarını versin. Bizim heç kimlə yəni ki şəxsi qərəzliyimiz yoxdur. Prosta məlumatı düzgün versinlər cəmaata. Playmut göstərib, Amrox göstərib elanlarda, amma Xarkovun belənçiyinə sənaye usullu da belə kənd toyuğu deyim də, qapı toyuğu deyim. Belə bir heyvanı cəmaata saf cins adı ilə yəni ki satırlar. Özü də babat qiymətə də satırlar. Yəni cəmaatı aldatmasınlar. Bu da onun xoruzudur. İndi bu xoruzla birinci, ikinci şəkildəki heyvanları siz indi tutuşturun, baxın, görün də keyfiyyət söhbəti, naxış söhbəti necədir. Bax, bu da odur. Dedikləri Xarkovdur. Biz də Tetra şirkətindən yəni ki maraqlanmışıq. Yəni ki Muxtar Avrəşadını çoxsu tanıyır onu. Azərbaycanın yəni ki ilk və hələ ki yeganə hakimidir quşçuluq üzrə. Tetradan cavab məktubu da gəlib. O cavab məktubunda mən də paylaşmışam burada. Bu çoxdan paylaşılmışdı. Təkrarçılıq yəni ki olsa da belə, yəni tezdən paylaşıram ki cəmaatın məlumatı olsun. Yəni ki Xarkov deyilən bir cins yoxdur. Sadəcə olaraq bir qondarma addır deyənə qoyublar, ona saf cins adına satırlar. Elələr olur ki zəng vurur, yazır ki bizim çörəyimizə bais olursunuz. Biz heç kimin çörəyinə bais olmuruq. Allah hamının xeyrini versin. Prosta ki halal çörək qazansınlar da. Yəni kənd toyuğu satkindən o rəybərəngi ondan milyon dəfə yaxşıdır. Yəni cəmaatı aldatmaq, yəni ki hara kimi də, yəni saf cins odur ki ana ata necədirsə altından gələn balalar da eyni rəngdə olmalıdır. Bir də ki istənilən ölkədə, məsəl üçün internet vasitəsindən yazırsan cinsin adını, istənilən ölkədə çıxmalıdır. Yəni bu qədər. Allah hamıya xeyir versin inşallah. Bizlər də onun içində.
Mən hal-hazırda Plymouth Barret saxlayıram, yəni ki, zolaqlı rəngini. Onun da rəngi çoxdur. İnşallah səhifəmə də girib baxa bilərsiniz. Çox sağ olun, var olun.